Gəlmişkən mən düşündüm ki, hər bir qadın, hər bir xanım özünə sağlamlığına baxmalıdır və mütləq ginekoloqdan keçməlidir. Aygün xanımın sözlərini mən deyirəm, ildə bir dəfə, hə Aygün xanım? Bəli, Aygün xanım Bayramovanın yanındayım. Bizim dəyərli, hörmətli doktorumuz Aygün xanım. Xoş gördük bir daha sizi. İndi siz danışın, bizim xanımlarımıza nə məsləhət görürsünüz, bunu deyin. Təbii ki. Salam hər kəsə. Mütləq hər bir xanım ildə bir dəfə ginekoloq müayinəsindən keçməlidir. Mən heç bir şey narahat eləmir, niyə gəlməliyəm? Elə bir şey yoxdur. Bəzi vaxt analar soruşur, qız uşağıdır, uşaqdır. Xeyr, ildə bir dəfə qız uşağı və qadınlar mütləq ginekoloq müayinəsindən keçməlidir. Müayinədən nələr keçirik müayinələrdən? Mütləq ginekoloqun müayinəsi, ultrasəs müayinəsi, doğmuş qadınsa, yəni fertil funksiyasını yerinə yetirirsə, mütləq papsmiyat mayeyi veririk, yaxma götürürük. Əgər qız uşağıdırsa, təbii ki, bu yalnız ultrasəs müayinəsi və ginekoloq müayinəsində kifayətlənir. Medika Hospital, doğru müalicənin doğru ünvanı.